İsrail ordusu İranın Təbriz, Şiraz və Borucert şəhərlərində, o cümlədən hava limanında hava hücumları həyata keçirib. Hücumlar zamanı ən azı 20 yüksək rütbəli İranlı hərbi komandan həlak olub. İran hökuməti bu hərbi addımı müharibə elanına bərabər sayaraq sərt cavab veriləcəyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə hücumların təhlükə aradan qaldırılana qədər davam edəcəyini qeyd edib. İsrailin hərəkətləri ölkənin nüvə sahəsindəki qətiyyətini zəiflətməyib, əksinə alimləri daha da əzmli edib. Bunu İranın Atom Enerjisi Təşkilatının sözcüsü Bəhruz Kamalvəndi deyib. O, Natanz nüvə obyektinə hücumu təsdiqləyərək insan itkisinin olmadığını və zərərlərin əsasən səthi olduğunu qeyd edib. Obyekt daxilində kimyəvi və radiasiya çirklənməsi aşkarlansa da, ətraf mühit üçün təhlükə yoxdur deyə bildirilib. ABŞ prezidenti Donald Trump İrana qarşı sərt təhdidlər səsləndirib. O verdiyi açıqlamada bildirib ki, Vaşinqton Tehrana razılaşma üçün şans təqdim edib, lakin bu fürsətdən istifadə olunmayıb. İrana razılaşma imkanı verdik, nə qədər çalışsalar da bacara bilmədilər. Bu, onların düşündüyündən də pis olacaq deyə Trump qeyd edib. Dövlət başçısı sosial şəbəkədə yaydığı paylaşımda ABŞ-nin dünyanın ən ölümcül hərbi texnologiyasına sahib olduğunu vurğulayıb. İsraildə bunların çoxu var və daha da çoxu yoldadır deyə o əlavə edib. İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb. Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susacaq deyil. İsrailin İrana endirdiyi zərbələr nəticəsində ən azı 20 yüksək rütbəli İran komandiri həlak olub. Mənbələrin bildirdiyinə görə ölənlər arasında İran İslam İnqilabi Keşikçilərinin Korpusunun hərbi hava və kosmik qüvvələrin komandanı briqada generalı Əmir Əli Hadzadə də olub.